ondan ibarətdir ki, makler gəlib evimin arxasında ev tikir, pəncərələrimin ağzını bağlayıb. Kross antenem ağzını bağlayıb, 10 gündür mən dünyadan təcrid olmuşam, heç bir xəbərlərə baxa bilmirəm, dünyadan xəbəri ala bilmirəm. 3 sot torpaqda mənim bildiyimə görə bir ev tikilə bilər. 3 sot torpaqda bu 4 dənə ev tikir. Bu necə ola bilər? Heç bir tikinti qaydalarına da riayət olunmur. Dövlət orqanlarında müraciət eləmişəm. Baş nazirə teleqrama vurmuşam. Polisin qaynar xəttinə 2 dəfə müraciət eləmişəm. Fövqələdənin qaynar xəttinə 1 dəfə müraciət eləmişəm. İcra Hakimiyyətinin memarlıq şöbəsində olmuşam. Onlar nümayəndə göndəriblər, gəlib deyib ki, saxlayın. Saxlamırlar, eşitmirlər heç kimi, öz bildiklərini eləyirlər. Özümü də təhqir eləyirlər. Ki, tikəci əcəb eləyir, yaxşı eləyir. Burada yəni bu tikintiləri aparan əmlakçının adı nədir? Əmlakçının adı mənim bildiyimə görə Zamik deyirlər, Zamir deyirlər. Belə bir adı var. Özünə dəfələrlə demişəm ki, aralı tikint. Şəhər salma tikinti normalarını kobud sürətdə pozurlar. Buna yəqin ki, bir cavabdeh şəxs olmalıdır. Gəlin qabağa göstərin. Məsafələr var, Tikinti aralarında baxın, çəkin armatürləri var. Burada arxadan keçin, baxın ki, burasını necə bağlayırlar. Hayda. Bax, gedim qabaqdan çəkin. Rahat. Buradan keçin, baxın ara məsafəsi. Beləncə tikinti qaydaları var, yoxsa yox. Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz hal-hazırda Abşeron rayonu Masazır qəsəbəsindəyik. Yenə ənənəvi olaraq gördüyünüz kimi makler evləri. Yenə ənənəvi olaraq makler evləri və bu bütün yaşayışçıların şikayətinə səbəb olur. Göründüyü kimi onlar qeyd etdilər ki, 3 sotda 4 dənə ev tikirlər. Yəni ki, satıb pul qazanmaq üçün. Baxın, burada ev yiyələri şikayətçidir. Ev yiyələri nədən şikayətçidir? Evlərin arasında məsafə yoxdur və evlərinin içinə buradan pəncərə açılır. Heç bir əməkdaşı bura gəlib daxil ola bilməyəcək. Baxın, keyfiyyətsiz də tikinti materiallarından istifadə olunaraq yenə də eyni qaydada, eyni dəstəfəklə burada tikintilər aparılır və onları yeyirdilər dəfələrlə. Burada bir geçək var ya, məsafəmiz çox havaydı, oynamız. Buranı siz tikirsiniz. O sizin evinizdir. Sizin evinizlə qarşısını tutublar da. Hə? Şikayət eləmirsiniz, bəs? Nə deyirlər? Şikayət elədilər də, şikayət eləmişik. Polisə zəng vurdu. Aha. Fövqəladə zəng vurdu. Aha. İcra Hakimiyyətindən gəlib baxırlar, dedilər dayandırmalılar. Yəqin ki, haqları satıb ki, yaxın durmurlar da. Yəqin ki, pulları satıb ki, yaxın durmurlar. Gördüyünüz kimi burada yaşayışçılar şikayətçidir. Onların evlərinin içinə pəncərənin açılmasından narazıdırlar. Pəncərəyə baxır. Hal-hazırda burada evlər arasında heç bir məsafə yoxdur. Elə belə Abşeron İcra Hakimiyyəti memarlıq şöbəsi müvəqqəti olaraq 1 saatlığına tikintini dayandırır və nəticədə gördüyünüz kimi yenə evlər tikilir. Bəh, nə gözəl, mehriban qonşular yaradır Abşeron rayon icra başçısı Abidin Fərzəliyev. Yəni mehriban olun deyir. Baxın, bu evlər arasında heç bir məsafə yoxdur. Burada bir yanğın hadisəsi baş verərsə, bu evlərin hamısının yanması qaçılmazdır. Bir də xatırladım ki, bax bu tikilən, gördüyünüz bu qırmızı kərpişdən tikilən evlər hamısı makler evləridir. Və xatırlatdı ki, şikayətçi 3 sotda 4 ev tikilir burada, hal-hazırda. Bu gecə tikilib üstü vurulacaq, mütləq satılacaq. İcra Hakimiyyətinin də bu kimi şeylərə göz yumması. Şikayətçi dedi ki, aldıqları haqlara görə dillənə bilmirlər. Əziz izləyicilər, yenə xatırladım ki, bura Abşeron rayonu Masazır qəsəbəsidir. Ənənəvi olaraq Masazır qəsəbəsində yenə makler evləri, qanunsuz tikinti və evlərin bir-birinə yaxın, demək olar ki, bitişik tikilməsi və vətəndaş şikayəti.